Salam əzizləyicilər, hər birinizi xoş gördük. Bu günlərin bilincik hazırlayıram. Bunun üçün əvvəlcə qabımızın içərisinə 2 ədəd yumurta, 1 litr süd, yarım litr su əlavə edib bunları yaxşıca qarışdırırıq. Sonra duz əlavə edirəm. 2 xörək qaşığı duz əlavə etdim. 100 ml duru yağ əlavə etdim və aparana qədər un əlavə edirik. Yaxşıca çaldıq. Gördüyünüz kimi bilincikimizin xəmiri bu cür olmalıdır. Daha sonra bilincikimizin xəmirini tökmək üçün belə bir bizim bilincik hazırlayan qabımız var. Tokla işləyir. Çox gözəl bir alətdir. Qabının özünün qabı var. Qabına tökürük bilincikin xəmirini. Daha sonra asanca bu cür evdə, ev şəraitində qazsız, əziyyətsiz bu cür hazırlayırıq. Gördüyünüz kimi hər iki üzərini də qızardır. Bu cür edirik. Çox asan və gözəl bir alətdir. Sizlər də bunu almanızı tövsiyə edirəm. Çox gözəl, ləzzətli bilinciklər hazırlanır. Bilinciklərimiz burada hazırlayırıq. Gördüyünüz kimi çox ləzzətli, gözəl bilinciklərimiz alındı. Yumuşaq. Tavada tökdüyümüzdən də gözəl, yumuşaq bilinciklər alındı. Əgər bəyəndinizsə, sizlər də hazırlayın. Dəstək olmağı unutmayın. Like edin. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun.